Tam səmimi deyim, mənim belə mühəndisliyə çox da gözüm atmırdı. Mən həyatda sadəcə yaxşı yaşamaq istəyirdim və o anda, o dövrdə mənə göstərən ki, yolun buradan keçdiyi göstərildi və biz də ona görə bu yönümlü başvurduq və şükürlər olsun ki, Azərbaycan Dövlət Neft Akademiyasında məhz elə ixtisasım üzrə, mühəndislik üzrə təhsil haqqı qazandım və o üzrə təhsil aldım və o üzrə də bu sektora yönəldim. Yəni. Amma Pərviz bəy, belə bir yanaşma da var. Deyirlər ki, yəni sevdiyin sahəni seçməsən, uğurlu olma şansın yoxdur. Bəli. Belə deyək də, siz özünüz sevərək bir sahəni seçməmisiniz. Bəs necə uğurlu oldunuz? Yaxşı, ilk iş yeriniz belə deyək də, qlobal neft şirkətlərindən, böyük neft şirkətlərindən hətta biri olur. Bunu icazənizlə biraz izah edim. Çünki gənclər bu mövzuda bu sualı doğrudan izah etməliyəm ki, məntiqlərinə tam aydın otursun. Bizim oxuduğumuz bütün kitablarda, baxdığımız bütün videolarda bu deyilir. Yəni, işini sev və bununla da sən həyatda xoşbəxtlik tapacaqsan. Amma bunu deyilən insanlar Amerikada yaşayır. Yaşadığımız bu coğrafiyada insan öz bir peşəsini sevə bilər. Amma mənim hər zaman gənclərə o tövsiyəm olur ki, sevdiyin peşənin bir market, bazar araşdırması elə. Nə yönümlü? Bu peşədə mən ən yüksək pilləyə çatsam, mən bu həyatda nə qədər gəlir əldə edəcəm. Və bunu analiz etməlisən ki, bu gəlir mənim xəyallarımı gerçəkləşdirmək, yaşamaq istədiyim həyatı yaşamaqda kifayət edəcək yoxsa yox. Çünki həyatda hər kəs bir peşə, bir yön tutur, düzdürmü? Bəzi peşələr sənə neçə 100 manat qazandırır, bəzi peşələr sənə neçə 1000 manat qazandırır, bəzi peşələr sənə neçə 10.000 manat qazandırır, düzdürmü? Əgər neçə 100 manat qazanacağın bir peşə tutduqda, tam səmimi deyim, sən o peşəni sevə bilərsən. Amma o peşə ilə sən həyata tutuna bilməyəcəksən. Ən azı bir ailənin qeydinə qala bilməyəcəksən, bu zaman həyat adına, öz şəxsiyyətin adına və həyata küsəcəksən, özüvə küsəcəksən və o peşə artıq sənin sevdiyin yox, sanki küskün olduğun bir peşəyə çevriləcək. Ona görə mənim gənclərə tövsiyəm odur ki, əgər sevdiyiniz peşə sizə bu həyatda neçə 1000 manat qazandıracaqsa, bravo, təbrik edirəm, bu yolu tutun. Əgər xeyr, o sizə maddi bir qazanc verməyib, sadəcə mənəvi qazanc verəcəksə, mənim gənclərə tövsiyəm olur ki, sizə kifayət qədər, yetəcək qədər pul qazanacaq bir peşəni öyrənin, o peşə üzrə istiqamət alın, sevdiyiniz sahədən isə heç bir maddi təmənna gözləmədən hobbi kimi məşğul olun. Yəni, hər zaman bunu tövsiyə edirəm. Mən üzərimə deyim ki, həyatda sevdiyim sahələr yazar olmaqdır, təlimçi olmaqdır, spiker olmaqdır. Mən burada kimsən xətrinə dəymək istəmirəm. Təbii ki, Azərbaycanda kifayət qədər maddi gəlir qazanan yazarlar və spikerlər var. Amma mənim üçün o kifayət deyil. Yəni. Mənim üçün kifayət gəliri neft sektoru təmin elədiyi üçün o sektor üzrə yönəlmişəm və bunun sayəsində mən maddi təmənna gözləmədən yazarlıq edirəm. Yəni, neçə ədəd kitab satıldığım mənim çox da belə deyim, diqqətimdə olmur və ya bir gün bir təlim keçəcəm, oradan auditoriyaya neçə nəfər gələcək, bu mənə çox da narahat eləmir. Mən bu işlərimi sevərək edirəm. Yəni, hətta bugün burada heç bir təmənna gözləmədən sadəcə bugün sizin qarşınızda olmaqdan zövq aldığım üçün buradayam. O yöndən mən həmişə deyirəm ki, sevdiyiniz peşəni öncə araşdırın, sonra qərar verin ki, mən o peşəyə gedim.